Yeni bir gündən hamınıza salam olsun. Yenə də qırmızı ceyranımı aparıram yığdırmağa. Bu səfər ətraflı yığdıracağam. Ətraflı nətər olur göstərəcəm. Oka Rafik, tanıyırsınız. Bundan öncəki videoda sağ olsun mənə dəstək olurdu. Mənim maşınla nə başım çıxır. Mən nə bilirəm dinamo nədir. Mən nə bilirəm difriz nədir. Difriz hardan çıxdı özüm də bilmirəm. Uzun sözün qısası. Oka Rafiklə bir yerdə getdim maşının arxa şüşələrinə plyonka çəkdirməyə. Dedi heç olmasa maşın biraz vida gəlsin. Bu işimizi görəndən sonra arxa bagajı da boş buraxmadı. Heç olmasa bir çuxol çəkdirək. Vitdi görsənsin. Biraz var-gəl elədik, fikirləşdik, dedi bunu necə eləmək olar? Danışdıq, hesabladıq, çəkdik, pozduq. Ortaya necə bir şey çıxdı? Əla bir şey. Bəs Pələng bunu bizə nə vaxt göstərəcəm desəniz, göstərəcəm, narahat olmayın. Amma bundan sonraki reelsdə hələ nə qədər iş görmüşük. Gəlin sizə onlardan danışım. Gördüyünüz kimi maşına monitor da taxtırdım. Ortaya qəşəng bir şey çıxdı. Qardaşın da əlinə sağlıq. Sonra baxdıq ki, acmışıq. Getdik Rafiq usta ilə qəşəng bir yemək yedik. Bir də baxdım gördüm dostum Şamxal gəlir. Şamxal da köhnə repçilərdəndir. Məhəlləyə gəldik. Dedik bu günümüz qəşəng keçdi. Başımıza nə gəldi? Uşaqlar gəldi, çatdıq məhəlləyə, maşın qızdırdı. Rafiq əmin əli yandı, söndü maşın. Başın tutursan, harası gedir bilmirəm. Səhərsi oyandım və getdim dinamonun yanına. Dinamo deyirəm, elektriğin yanına. Mən nə bilim dinamo nədir? Bildiyim bir dinamo var. O da klubdur. Yeni bir günə başlamışdıq. Dedim Rafiq usta, acmışıq, gedək yemək yeyək. Yeməyimizi yedik, qoyulduq işə. Motorun yağı adama gəl-gəl deyirdi. Motorun yağını qəşəngcənə dəyişdirdim. Motorxananı yudurtdum. Maşın oldu bilirsiniz nə? Zillop. Mən də birinci dəfə də görürəm buxarla yuyurlar. Dedim bunun beyninə su qaçırdar, sonra beyni xarab olar. Qalxdıq, gəldik məhəlləyə. Məhəllədə təkrardan Rafiq usta ilə baxdıq ki, bunun karburatoru yuyulmalıdır. Dedi Pələng mən yuyaram. Sökdü, qoydu yerə, başladı bunu yumağa. Hətta göstərdi ki, içindəkilərə bax, gör nə günə qalıbdı. Əl vurmamışam ki. Məhəllənin qocaları da gəldi, ahıl kişiləri. Baxdıq, elədik maşın o tərəfinə, bu tərəfinə. Sözün həqiqi mənasında maşını sazlamışıq ha. Artıq maşına son toxunuşları etdik. Razvala da apardıq. Qapının qulpunu düzəldəndə Rafiqin əli də əzildi. Götürüb ortalığı. Zavod özəki qapıyı yerindən çıxarlar ha. Uzun sözün qısası. Bundan sonraki videoda maşının tam halını görəcəksiniz. Videonu bəyənməyi unutmayın. Öpürəm sizi.